Bu da adətən toxunulmayan, yəni deyilməyən şəri bir məsələ. Bismillahirrahmanirrahim. Müqavimətin seyyidi, əziz şəhidimiz Seyyid Həsən Nəsrullahın məşhur bir çıxışı var. Buyurur ki, biz adətən vilayəti belə başa düşürük ki, əgər vəli, yəni rəhbər bir işi bizə əmr etsə, biz gərək o işi görək, yəni rəhbərə itaət edək. Və bir işdən bizi çəkindirsə, qadağan etsə, o işi görməyək. Amma əslində, əgər biz rəhbərin üsul və prinsiplərinə, xarakterinə və təbiətinə bələdiksə, bir məsələni araşdıran zaman, əgər ehtimal versə ki, bu məsələdə rəhbərin razılığı var, o işi edirik, yəni yerinə yetiririk. Və əgər ehtimal versək, yəni ehtimal verməyimiz kifayətdir ki, rəhbər bu işdən narazı olacaq, bu iş onu incidəcək və onun narahatlığına səbəb olacaq, bu işdən çəkinirik. Həqiqi vilayət budur. Tez-tez eşidirik bu sözləri möminlərdən ki, rəhbər fətva versə, biz hazırıq, əgər rəhbər əmr etsə, biz hazırıq, ya məsələn, rəhbər hələ bu barədə heç bir şey deməyib və s. Şəhid Nəvvab Səfəvinin çox gözəl tarixi bir sözü var. Əgər gecə yarı evinizə oğru daxil olsa və namusunuza təcavüz etsə, evinizi və namusunuzu qorumaq üçün müştəhiddən fətva gözləyəcəksiniz. Elə isə İslama təcavüz edənləri öldürmək üçün müştəhiddən fətva gözləməyə ehtiyac yoxdur. Bunu İslamın bütün fəqihləri deyir.